Azərbaycanın ən çox biznesmen çıxan kəndi. Bu kənd həm də alversilər kəndi kimi tanınır. Çox qonaqpərvərdirlər. Cavanların 80%-i qazanc üçün Rusiyaya gedir, bizneslə məşğul olurlar. Kəndin özünün xeyriyyə fondu var. Fonda 100 minlərlə pul yığılır ki, bu da kənd üçün istifadə olunur. Yerin Qulağı kanalı hər kəsin marağına səbəb olan həmin kəndlə bağlı məlumatları təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Söhbət Ordubadın Dəstə kəndindən gedir. Əhalisi 10 min nəfərə yaxındır. Bu kənddə hərbi xidməti başa vurub gələn gənclər üçün toy çadırları qurulur və bütün kənd cəmaatı orada iştirak edir. Ordubad rayon mərkəzindən 12, Naxçıvan şəhərindən təxminən 60 kilometr məsafədəki Dəstə kəndi Ayrılıq çayı Arazın sol qolu Vənənd çayının sağ sahilində yerləşir. Naxçıvan əhalisinin sayı 5000 nəfərdən çox olan 7 böyük kənd tipli yaşayış məntəqəsindən biri olan Dəstə kəndi orta əsrlər zamanı Ordubad bölgəsinin inkişaf etmiş yaşayış məsələlərindən biri olub. Kənd ərazisində geniş arxeoloji tədqiqatlar aparılmadığı üçün yaranma tarixi haqqında konkret fikir söyləmək mümkün olmasa da, kənddə indiyədək qalan tarixi mədəniyyət abidələri sübut edir ki, Dəstənin tarixi kifayət qədər qədim olub və o nəzərə çarpacaq bir inkişaf yolu keçib. Bu kəndin özünün xeyriyyə fondu var. Kəndin zamanlarının əksəriyyəti başqa ölkələrdə çalışır və hər il qazandıqları gəlirin müəyyən hissəsini kəndin xeyriyyə fonduna bağışlayırlar. Fonda toplanan pullar kəndin abadlığı üçün xərclənir. 2 ildir fəaliyyət göstərən bu fondda yığılan pulların miqdarı nə az, nə çox 100 min manatlarladır. Dəstəllər təkcə Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə 120 min manatdan çox yardım ediblər. Bu kənd həm də alversilər kəndi kimi tanınır. Deyilənə görə kənd cəmaatının əksəriyyəti alversi olur. Cavanların 80%-i pul qazanmaq üçün Rusiya bazarlarına üz tutur. Ticarət sahəsində böyük və kiçik bizneslə məşğul olurlar. Kəndin özünəməxsus adətləri isə hələ də unudulmur və qorunur. Dəstəlilər həm də çox qonaqpərvərdirlər. Bu isə bütün Ordubada xas olan adətdir. Tədqiqatçıların fikrincə, oikonim fars dilindəki dəstə sözündən olub, kənd, bağ, mülk deməkdir. Kənd adını ərazidəki eyni adlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma, dəstəmal, dəsmal, su arxı, su novu deməkdir. Dəstə kəndi orta əsrlər zamanı mühüm ticarət, karvan yollarının keçdiyi bir ərazidə yerləşdiyindən, sufi şeyxləri isə öz ideyalarına daha çox insanın, xüsusilə müxtəlif ölkələrdən olan adamların arasına yaymaq üçün maraqlı olduqlarından, bu məqsəddə də xanəgahlarını gediş-gəlişin çox olduğu, əhalinin sıx toplaşdığı yerlərdə yaratdıqlarından bu yaşayış məskənində və onun ətrafında sufi yaşayış yerlərinin yaradılması təbii hal kimi görünür. Kənddən biraz şimalda, Vənənd çay vadisində orta əsrlər zamanı fəaliyyət göstərən xanəgahlar da bunu təsdiq edir. Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, əkinçilik və tərəvəzçilik təşkil edir. Kənddə mədəniyyət evi və 2 kitabxana, rabitə şöbəsi mövcuddur. Kənddə əvvəllər 2 orta məktəb fəaliyyət göstərirdi. 2019-cu ildən yeni tam orta məktəb fəaliyyət göstərir, digər 2 məktəb isə artıq istifadə olunmur. Kənddə məscid, xəstəxana mövcuddur. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.